Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün OTK tərəfindən buraxılış imtahanı keçirilibdir 11-ci siniflər üçün. Gəlin onların qrammatika suallarına baxaq, görək ki, qrammatikanı necə yazıblar və siz necə yazmısınız. Şərh bölməsində qeyd eləyərsiniz. İlk sualımız fonetika bölməsinə aiddir. İşlənmə yerindən asılı olaraq müxtəlif cür tələffüz oluna bilən sözlər hansılardır? Bu sualda qaydalar hansıdır? İlk BCDC qaydasını bilməyiniz lazımdır. BCDC qaydası o qayda idi ki, özündən sonra sait gələrsə olduğu kimi, samit gələrsə kar qarşılığına keçir. Yəni müxtəlif cür tələffüz oluna bilər. BCDC qaydasına uyğun gələn hansı söz var? 5-ci xandakı söz var. İkinci qaydamız K-yə əvəzlənməsidir. K-yə əvəzlənməsi o qaydadır ki, əgər K xeşdirik kimi tələffüz olunarsa və özündən sonra saitlə başlanan bir söz ya da şəkilçi gələrsə, K-Y əvəzlənməsi baş verəcək. Yəni müxtəlif cür tələffüz olunacaq. 4-ü seçirik. Üçüncü qaydamız da QG əvəzlənməsidir. QG əvəzlənməsində də G X kimi tələffüz olunmalıdır və özündən sonra saitlə başlanan bir şəkilçi gəlməlidir. Və ya da söz gəlməlidir, fərq etmir. Əgər gələrsə G G saitinə çevriləcəkdir və bu da müxtəlif cür tələffüz olunma hesab olunur. Bu da 1. 1, 4, 5 də B variantındadır. Yəni birinci suala siz B variantı yazmalıydınız. İkinci sual nə deyir? Deyir ki, hansı ifadədə həm frazoloji birləşmə, həm də sərbəst söz birləşməsi kimi işlənə bilər. Frazoloji birləşmə məcazi məna, sərbəst birləşmə isə həqiqi məna kimi qəbul edirik. Bu cavab eti olanda nəzər salınana görürük ki, cavab E variantı olacaq. Çünki əldən düşmək, yorulmaqdır məcazi mənası və nəsə də əlimizdən düşə bilər, həqiqi mənada işlənilə bilər. Ona görə də düzgün cavabımız E variantıdır. Digərlərindən nəzər salınanda görürsünüz ki, ya məcazidir, ya da ki, həqiqi mənada işlətməyimiz alınmayan sözlərdir. Tərkibində həmcins üzv olmayan hansı cümlələrdə tabeçilik əlaqəsinin istifadə olunubdur? Əziz şagirdlər, unutmayın ki, tabeçilik əlaqəsini biz iki yerdə görürük. 1. Həmcins üzvlərdə, 2 də tabesiz mürəkkəb cümlədə. Və şərtdə deyir ki, həmcins üzv olmasın. Əgər həmcins üzv olmasa, birincini götürmürük. Bizə nə lazımdır? Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlədə hansıdır? Birinci cümlədir, bir də dördüncü cümlədir. Hardan bildik tabesiz mürəkkəb cümlədir? Çünki hərəsinin ayrı-ayrı xəbəri və müstəvisi var. Yəni hərəsinin ayrı bir qrammatik əsası var və bu da tabesiz mürəkkəb cümlə hesab olunur. 3-ü niyə götürmürük? Çünki 3-də bizdə nə görürük? Həmcins üzvü görürük. 5-ə də baxaq. İnsanı məhv etmək olar, ona qalib gəlmək olmaz. 5 də tabesiz mürəkkəb cümlədir. Qarşılaşdırma məzmunu bildirir. Ona görə də A variantını seçmək lazım idi. Keçək növbəti suala. Hecalardan birinin tərkibində 2 leksik şəkilçi olan sözləri müəyyən edin. Uşaqlar, burada bizim üçün açar kod veribdir. 2 leksik şəkilçi olan söz. Əgər E variantı yazmışsınızsa, orada unutduğunuz bir məqam var. Heca sonu d-la və d-la bitir. Haqlısınız, burada 2 dənə şəkilçi var. Fəqət buradakı ır indiki zaman şəkilçisi, buradakı q isə xəbərli şəkilçisidir. Və bu da qrammatik şəkilçi hesab olunur. Ona görə E variantı deyil, cavab C variantıdır. C variantında göyərtmədi sözündə bax bu əlt hissəsində 2 leksik şəkilçi var. Köçürsüz sözündə də burada ür leksik, t da növbəti leksik şəkilçidir. Bunu gözdən qaçırıblar bəzi şagirdlər. Cavab C versiyası olmalıdır. 5-də söz cümləni istəyir bizdən. Deyir ki, köməkçilik qissələrinə aid hansı sözlər yerinə görə bitmiş fikir ifadə edə bilər. Yəni söz cümlə olmalıdır. Söz cümlə olmalıdır. Bitmiş fikir nədir? Cümlə və hansı sözümüz cümlə formasındadır? Hə və əlbəttə sözlərdir. Ona görə hə və əlbəttə sözlərdir ki, söz cümləni keçəndə biz deyirik ki, bəzi köməkçilik hissələrimiz var ki, nidalardır, modal sözlərdir və ədatlardır ki, söz cümlə kimi işlənə bilər. Məhz onu bizdən istəyibdir bu sualda. Növbəti sualımız hər iki cümlə üçün ortaq cəhətdir. Bu tipli sual çıxsa qarşınıza, bunu normallaşdırın. Necə normallaşdırın? Gəlsə, kim gəlsə, o gəlsə, getsin, o getsin. O gəlsə, o getsin. Dayan, sən dayan, o keçsin. Fikir verilsinsə, yuxarıdakı versiyada o əvəzliklərini işlədə bilərik, qarşısında mübtədə kimi. Digərində isə sən və o formasını işlədə bilərik. Və burada quruluşca mürəkkəb cümlə olduğu bariz, aşkar qarşımızdadır. Fəqət biri tabeli mürəkkəb cümlədir, digəri isə
tabesiz mürəkkəb cümlədir. Yəni komponentləri bərabər hüquqludur deyəndə biz aşağıdakı cümləni nəzərdə tuturuq. Bir qrammatik əsasdan ibarətdir, heç biri. Həmcins xəbər versiyasıdır, heç biri. Komponentləri yalnız intonasiya ilə əlaqələnib cümləsi ikinci cümlə üçün keçərlidir. Burada sasi şərt şəkilçimiz var. Şərt şəkilçisi olduğuna görə biz onu intonasiya qəbul etmirik. Quruluqca mürəkkəb olması üçün isə doğru fikirdir. Keçək 7-ci suala. Hansı cümlədə hal şəkilçisi qəbul edən sözlərin hər biri fərqli nitq hissəsinə aiddir? Diqqət yetirəcəyimiz məqam burada nədir? Məsəl üçün, şagirdimiz C variantı yazıbdır. Bacardığın sözündəki ın yəlik haldır və isimdir. Sənindəki i təsirlik haldır, əvəzlikdir. Onlardan sözü də çıxışlıq haldır və əvəzlikdir. Sən və o yaxud da ki onlar hər ikisi eyni nitq hissəsidir. Bizdən isə hər biri fərqli nitq hissəsi olsun. Ona görə cavab o versiya olmayacaq. Baxaq görək cavabımız nədir burada? D variantı uyğun gəlirdi burada. Niyə? İnsanın sözündəki ın isimdir, yəlik haldadır. Onun əvəzlikdir. Davranmasındadır sözündə də davranmaq feildir, daha doğrusu məstərdir və isim, əvəzlik və məstər hər biri fərqli nitq hissələridir. Cavabımız D versiyasıdır. Nümunənin tərkibində hansı sözlər çıxarılsa, vergül işarəsinin sayı dəyişməyəcək. Təbii ki, burada oğul sözünü rahatlıqla çıxarda bilərik. Xitabdır, mürəkkəb xitabdır, igiddən sonra vergül qoyula bilər. Bilirik ki, 2-ni də buradan çıxarıb vergülü bura da qoya bilərik. Yəni 2 və 4-ü rahatlıqla çıxarsaq heç bir problem olmayacaq. Cavab A variantıdır. Hansı cümlədə xəbər sintaktik əlaqənin aslı tərəfi deyil? Biz bilirik ki, xəbər o halda sintaktik əlaqənin aslı tərəfidir ki, qarşısında bir mübtədə olsun. Yəni mübtədə və xəbər arasında xəbər aslıdır, mübtədə əsasdır. Amma yox, qarşısında mübtədə deyil, təyin, tamamlıq, yaxud da ki, zərflik varsa, bu zaman xəbər əsasdır, aslı tərəf deyil. Bizi həmişə mehribanlıqla qarşılayırdılar cümləsini qeyri-müəyyən şəxsli cümlədir və bu cümlənin mübtədəsi yoxdursa, elə cavabımız A variantıdır. B-dən E-yə qədər cümləni təhlil eləsəniz, görəcəksiniz ki, hər birinin bir mübtədəsi, bir xəbəri var və xəbər də məcbur qalıb aslı tərəf olacaq. Yəni qayda budur, unutmayın bu qaydanı. Cümlənin birində müraciət bildirən sözün ifadə vasitəsi ümumi qrammatik məna baxımından fərqlənir. Qrammatik məna nədir? Qrammatik məna hansı nitq hissəsinə aid olmasıdır? Övlad isim, Qarabağ isim, vətən isim, dost isim, gənc sifətdir. Düzgün cavabımız D variantıdır. Bununla da OTK qrammatika sualları bitmiş olur. Əlavə məlumat vermək istəyirəm sizə ki, buraxılış imtahanı bitdikdən sonra, əgər 3-cü qrupsunuzsa, Azərbaycan dilindən blok imtahanlarına bizimlə hazırlaşa bilərsiniz. Həmçinin ədəbiyyat fənni və tarix fənni də burada öz əksini tapır. Hazırlaşmaq üçün də nömrələrimizi qeyd edirəm. 050 880 71 89 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və ya Instagramdan, TikTokdan, Telegram kanallarımızdan, kanalımızın adı Aydın Nazimlə öyrənli, yazmayın bura, elə YouTube kanalımızda görürsünüz. Əlaqə saxlaya bilərsiniz və dərslərimizi yazıla bilərsiniz. Həmçinin nəticələrimizi də Instagramda post kimi sabitləmişik, oradan da baxa bilərsiniz. Hər birinizə uğurlar. Ümid edirəm ki, bu sual izahları hər biriniz üçün aydın oldu. Hansısa sual sizə aydın deyilsə, şərh bölməsində yazın, şərhdə sözlü şəkildə də izah verərik. Uğurlar hər birinizə. Növbəti videolarda görüşmək ümidi ilə.